Salam, hər vaxtınız xeyir. 2025 biologiya dim test toplusunda qan dövranı və tənəffüs sistemi bölməsindən 83-cü məsələnin izahını sizinlə paylaşırıq. Məsələdə belə deyilir: yuxarı və aşağı boş venalarla ürəyə gələn qanın miqdarı 2/3 nisbətindədirsə, yuxarı boş vena ilə gələn qan yetkin insanın bədənindəki qanın miqdarının neçə faizini təşkil edir? Deməli uşaqlar, yuxarı və aşağı boş vena biz bilirik ki, böyük qan dövranına aiddir və böyük qan dövranı biz bilirik ki, aorta adlanan iri damarla başlayır və aorta ilə ürəkdən aorta ilə çıxan qanın miqdarı yuxarı boş vena və aşağı boş vena ilə gələn qanın ümumi miqdarına bərabərdir. Aorta ilə çıxan qanın miqdarını bizə məsələdə qeyd edib 0,5 litr. Baxın, yazıram yerinə. Aorta bərabərdir 0,5 litr və yuxarı boş venanı bizə qeyd edib. Yuxarı boş venanı bizə qeyd edib 2/3 nisbətində. Ona yuxarı boş venaya yazırıq 2x. Aşağı boş venanı bizə qeyd edib 3 nisbətində. O da eləyir 3x. Yəni 3K, 3x, 3B, 2B bu şəkildə də yazmaq olar. Sadəcə biz məhsulu x-lə götürürük. Deməli, indi uşaqlar yerinə qoyub yazırıq. 2x plus 2x bizdə yuxarı boş venadır. Plus 3x aşağı boş vena bərabərdir 0,5 litrə. Buradan tapırıq 0,5 x bərabərdir 0,5 litrə. Buradan x-i tapırıq 0,1. Yəni bizim x-imiz 0,1-ə bərabərdir. Buradan yerinə qoyuruq. 2-ni 0,1-ə vuranda eləyir 0,2 litr. Aşağı boş venamızda olur 0,3 litr. Deməli, bizə aşağı boş vena ilə gələn qanın miqdarı 0,2 litrə bərabərdir. İndi bizə nə deyir? Yetkin insanın bədənindəki deyir, yuxarı boş vena ilə gələn qan ümumi qanın miqdarını. Məsələdə də verilib ki, bizə ümumi qan 5 litrə bərabərdir. Onda faizini tapmaq üçün, bir ədədin faizini tapmaq üçün həmin ədədi, yəni 0,2-ni faizi göstərən, yəni 5 litrə bölürük və 100-ə vururuq. Buradan da cavab gəlir 4%. Deməli uşaqlar, yuxarı boş vena ilə axan qanın miqdarı bədəndə olan ümumi qanın miqdarının 4%-ni təşkil etmiş olur.